Türkiye Respublikasının prezidenti Rəcəb Tayyip Erdoğan Ankaranın hərbi sənayesinin böyük inkişaf yolu qət elədiyini, hətta son olaraq İndoneziyaya KAAN qırıcılarının satışına dair razılığın əldə olunduğunu qeyd edib. Paralel olaraq Sprin nəşri isə Türkiyənin silah satışının yüksələrək 11-ci yerə qalxdığını bildirib. Görünən odur ki, Ankara silah sənayesinə yatırım eləməklə həm ordusunun xaricdən asılılığını azaldır, həm də satışlarla iqtisadiyyatını gücləndirməyə çalışır. İndiki məqamda maraqlıdır, Türkiyənin müdafiə sənayesində sürətlə yüksəlməsinin səbəbi nədir? Ankaranın hərbi texnika sahəsinə gətirdiyi yeniliklər hansılardır? Əməkdaşlarımız araşdırıb. Türkiye İndoneziya ilə KAAN qırıcılarının ixracı üzrə ilk müqaviləni imzalayıb. Türkiye Prezidenti Rəcəb Tayyip Erdoğan bildirib ki, razılaşma çərçivəsində Türkiye İndoneziyaya 48 ədəd KAAN, ilk milli istehsal olan Türk qırıcı təyyarəsini tədarük edəcək. Yerli medianın məlumatına görə saziş İndoneziyadakı Indo Defense 2025 sərgisi çərçivəsində imzalanıb. Sazişin ümumi dəyəri 10 milyard dollar təşkil edəcək. Ankara bu addımdan dünyada qırıcı ixrac edən sayılı ölkələrdə biri olacaq. Üstəlik, yerli imkanlarla hazırlanan KAAN qırıcılarının satışı ilə Türkiyə sözügedən sahədə Birləşmiş Ştatlara birbaşa rəqib olur. Belə ki, hazırda 5-ci nəsil qırıcı təyyarəyə sahib və ya üzərində işləyən 5 ölkə var. Cənubi Koreya, Çin, Rusiya, Birləşmiş Ştatlar və Türkiyə. Amma sözügedən texnikaların ixracını sadəcə Vaşinqton edir ki, o da F-35-lərlə kifayətlənir. Bununla belə F-35 Amerika Birləşmiş Ştatlarının tətbiq etdiyi sanksiyalar və baxım xərcləri səbəbindən KAAN qırıcılarının kölgəsində qala bilər. Bundan əlavə, Türkiyənin son illər istehsal etdiyi və təqdim etdiyi silahları beynəlxalq arenada böyük marağa səbəb olub. Bunun əsas səbəbi isə Türkiyəli mühəndislərin yaratdığı texnikaların böyük miqdarda yanacaq və yüksək baxım xərcləri tələb etməməsidir. Neft ölkəsi olmayan və tükənən ehtiyatların narahatlığını yaşayan Ankara maksimum dərəcədə hibrid və elektrik məhsullarına üstünlük verir ki, hazırda dünyada bunu edən yeganə ölkə də məhz Türkiyədir. Elektriklə işləyən sualtı qayıqların, hibrid motora sahib zirehli texnikaların istehsalı bunun ən böyük örnəyidir. Yerli istehsal Altay tankları, Kobra və Pələng zirehli texnikaları, eləcə də Türk Silahlı Qüvvələrinin inventarına daxil olan müxtəlif tipli piyada tüfəkləri və silahlar həm ölkənin xaricdən asıllığını, həm də yüksək benzin ehtiyacını aradan qaldırıb. Təbii ki, bütün bu amillər silah ixal edən ölkələrin bu sənayədə liderlik edən Fransa, Almaniya, İsrail, Rusiya və Birləşmiş Ştatlar kimi dövlətlərdən uzaqlaşaraq Türkiyəyə müraciət etməsinə səbəb olur. Məsələnin maraqlı tərəfi isə artıq İtaliya və Polşa kimi Avropa ölkələrinin də ortaq silah istehsalı və alışı barəsində Ankara ilə razılığa gəlməsidir. Digər tərəfdən Türkiyə müdafiə sektorunda sürətlə yüksələn beynəlxalq aktora çevrilərək silah ixal edən ölkədən silah istehsal və ixrac edən ölkəyə çevrilib. Hesabata görə Ankara hazırda dünyanın 11-ci ən böyük silah ixracatçısıdır. Afrika dövlətlərinin böyük hissəsi, Küveyt, Yaxın Şərq, Pakistan, Azərbaycan, İndoneziya başda olmaqla bir çox ölkəyə texnika satan Türkiyə həm geosiyasi və hərbi nüfuzunu gücləndirir, həm də ölkə iqtisadiyyatının gəlirləri artan təzyiqlərə nisbətən yüksəlir. İndoneziya ilə imzalanan KAAN qırıcılarının satışını nəzərə almasaq, Ankaranın bu uğurları sadəcə Baykar şirkətinin pilotsuz uçuş aparatları hesabına qazandığını görərik. Ucuz istehsalı və dəqiqliyinə görə artıq bir çox ölkə, İsrail, Birləşmiş Ştatlar, Fransa istehsalı pilotsuz uçuş aparatlarından imtina edərək Türkiyəyə üstünlük verir. Hələlik Qızıl Elma pilotsuz qırıcılarının satışı ilə bağlı razılıq əldə olunmasa belə, Afrika ölkələri, Azərbaycan, Pakistan və bir çox Avropa ölkəsindən sözügedən texnikaların alışı üçün müraciət olunub.